Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin səviyyəsi son 10 illiklərdə sürətlə azalır. Sahil boyu gəzəndə dənizin onlarla metr geri çəkildiyini müşahidə etmək mümkündür. Bu proses ekoloji, iqtisadi və sosial baxımdan ciddi nəticələr doğurur. Tədqiqatçılar hesab edirlər ki, Xəzərin səviyyəsindəki dəyişikliklərin əsas səbəbi qlobal iqlim dəyişikliyi, buxarlanmanın artması və qida çaylarının, xüsusilə Volqa və Uralın suyunun azalmasıdır. Utrecht Universitetindən Matthias Prandi və həmkarları 2020-ci ildə yayınladıqları araşdırmada bildiriblər ki, 2100-cü ilə qədər dəniz səviyyəsi 9-18 metr arası enə bilər. Bu, dənizin sahəsinin təxminən 1/4-nin quruması və 9000 kvadrat kilometrdən artıq ərazinin quruya çevrilməsi deməkdir. Turkistan az məlumat verir ki, Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov Bakupos az açıqlamasında deyib ki, mövcud iklim dəyişmələri, qlobal istiləşmə və su idarə etmə rejimləri bu cür davam edərsə Xəzər dənizinin səviyyəsi daha da azalacaq. Coğrafiyaşünas alim qeyd edib ki, dənizin suyunun azalmasının səbəblərindən biri də küləkdir. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi təxminən 2042-ci ilə qədər davam edəcək. Sonra isə müəyyən qədər qalxma gözlənilir. Ancaq biz bilmirik ki, o əvvəlki səviyyələrə gəlib çatacaq ya yox. Azərbaycan da bu prosesin acı nəticələrini yaşayır. Balıqçılıq təsərrüfatları məhsuldarlığını itirir, limanlar dərinliyini itirdiyi üçün gəmilər tam yüklə çıxa bilmir. Xəzər su itisi kimi unikal canlılar isə yaşam mühitlərini tərk edir və ya məhv olurlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Bakupos AZA açıqlamasında Xəzərin qurumasının qarşısını almaq üçün görülən tədbirlər haqqında xəbər verib. Əlbəttə ki, biz suyun çəkildiyini çox görürük və böyük ərazilər getdikcə daha çox dənizdən azad olur. Bəzən bu ərazilərdə elə yerlər açılır ki, orada biz heç nə edə bilmirik. Səbəbi odur ki, kifayət qədər duzlu ərazilərdə nə ağac əkmək, nə də hansısa başqa bir təsərrüfat fəaliyyəti həyata keçirmək mümkün olur. Başqa tərəfdən bu heç vacib də deyil. Ola bilsin, Xəzərin səviyyəsi qalxarsa, biz həmin ərazilərin yenidən su altına girəcəyini görəcəyik. Amma bunu demək çox çətindir və hər bir halda biz Xəzərin səviyyəsinin azalmasına uyğunlaşmalıyıq. Məsələn, qum-duz fırtınaları ola bilər.